Xəyali bir şəhər təsəvvür edin. Bu şəhərdə çoxlu binalar var. Hər binanın içində fərqli işlər görülür. Ofislər, fabriklər, laboratoriyalar və s. İndi fikirləşin. Bu şəhər necə böyüməlidir? Bəs necə olur ki, texnoloji yeniliklərlə dolu bu şəhər tərəqqidə geridə qalır? Bax, bu sualın cavabını almağa çalışan 3 alim iqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatına layiq görüldülər. Videomuzun qəhrəmanları Holland əsirli Joel Mocker, Fransız əsirli Philippe Aghion və Amerikalı Peter Howitt. Philippe Aghion və Peter Howitt innovasiya və yaradıcılıq yolu ilə dağıdıcılıq modelini tətbiq elədilər. Onlar dedilər ki, iqtisadi artım sadəcə daha çox işləmək, daha çox istehsal etmək, yığım və s. ilə olmur. Əsl artım o vaxt olur ki, yeni ideyalar köhnələrini əvəz edir. Məsələn, bir vaxtlar at arabaları var idi və insanlar at arabaları vasitəsilə şəhərdən şəhərə səyahət edirdilər. Amma sonra nə oldu? Avtomobil ixtira olundu və at arabaları sənayesi demək olar ki, yoxa çıxdı. Amma nəticədən oldu? Milyonlarla yeni iş yeri, yeni sənaye, yanacaq, yollar, mühərriklər və s. yarandı. Philippe Aghion və Peter Howitt bu prosesə creative destruction, yəni yaradıcılıq yolu ilə məhv etmə və ya yenisini yaratma adını verdilər. Yəni yeni ideyalar yaranır, köhnə sistemləri dağıdır, amma nəticədə cəmiyyət də daha inkişaf edir. Onların modeli sübut elədi ki, iqtisadiyyatın gücü yaradıcılıqda və rəqabətdədir. Yəni bürokratik qurumlar innovasiyanı təşviq etməlidir və insanları sahibkarlıq fəaliyyəti üçün həvəsləndirməlidir ki, uzun müddətli rifahının əsasını qoysun. Bəs üçüncü qəhrəmanımız Joel Mocker'ın buradakı rolu nə oldu? O isə tarixdən dərs aldı. Yəni ideyalar niyə doğulur, niyə yeniləri ilə əvəz olunur? Bu tərəfini araşdırdı. Joel Mocker bu modelin insani və mədəni tərəfini araşdıraraq sübut elədi ki, texnoloji sıçrayışlar sadəcə ixtiralarla deyil, cəmiyyətin düşüncə tərzi ilə bağlıdır. Məsələn, 17-ci əsr və 18-ci əsrdə Avropada elmə açıq düşüncə və sual vermə adəti yarandı. Yəni tərəqqi inqilabının əsası qoyuldu. Mocker'ın əsas iddiası ondan ibarət idi ki, innovasiya yalnız texnologiyada deyil, həm də mədəniyyətin və fikrin məhsuludur. Yəni onun işi sübut elədi ki, əgər bir ölkə inkişaf etmək istəyirsə, o zaman insanlara fikrini sərbəst deməyə şərait yaratmalıdır, azad bazar, azad ticarət və elmə, eksperimentə hörmətlə yanaşmalıdır. Yəni məlumata əl çatanlığı asanlaşdırmalıdır. Qısaca desək, Aghion və Howitt bizə innovasiya iqtisadiyyatının mexanizmini izah etdilər. Yəni necə olur ki, yeni ideyalar köhnələri ilə əvəz edib artımı təmin edir. Mocker isə bu mexanizmin nisbətən mədəni və sosial tarixi təməlini göstərdi. Yəni o ideyalar necə, niyə və harda doğulur. Beləliklə bu üçünün araşdırmaları insanlıq adına belə bir nəticə çıxarmağa sövq elədi. İnkişafın sirri daha çox işləməkdə deyil, daha çox düşünməkdə və cəsarətlə yenisini sınamaqdadır.